Həyatda düzgün yol seçmək, böyüklərə hörmət, dosta yoldaşa. Mən onunla tanış olanda o polis idi. Polis sistemində işləyirdi. Belə tanış oldu ki, biz bir padruqam var idi mənim. Orada toyda iştirak eləyib o. Mən də orada olmuşam, orada tanış olduq. Elə birdən birə də bu belə deyirlər ki, gəldik bura, toy elədilər. Və toyunu burada eləyib yenidən Novosibirskiyə, orada sistemdə çalışırdı, ora qayıtdı. Və 89-cu ildə bu hadisələr başlayan zaman o yenidən öz doğma kəndimizə qayıtdı. Altı ildir orada qalıbdı Rusiyada. Amma mən deyir, o çəkir, vətən, torpaq çəkir. Ona görə mən qayıtmalıyam. Mən həmişə deyirdim ki, o müharibədir. Hər şey ola bilər. Sənin evladları da var. Amma İlhan deyirdi ki, Lyudmila, qoyaq uşaqları da ailə bir kənara, vətən, torpaq, mən qayıtmışam bura. Əgər mən ailəmi, bir dənə uşaqları fikirləşsəmsə, onda torpaq, onda vətən, elə vətən bizə bağlıdır. Yaranmışdı ki, bütün rayon onu eşitmişdi. Bizə baxanda o savad cəhətdən bizdən üstün idi. Çünki o məktəb qurtarmışdı, yəni o polis məktəbini qurtarmışdı. Yəni bizə yol göstərirdi. İlxanla biz Tux kəndinə bir yerdə köməklik edirdik. Silah, patron, daş toplayırdı başqa ərazilərdən. Biz də gecə atla Tux kəndinə aparıb təhvil verirdik. Noyabr ayında bizi Seyfəli təlim poligonuna apardılar. Seyfəli təlim poligonunda mən Kambirik Ramaldanovla razılaşaraq köhnə döyüşçüləri yığdım öz taborumun tərkibinə, 2 tağım şəklində. İlxan gəldi ki, məni də götür. Seyfəli poligonda yenidən formalaşma keçirdi və orada Elxan qərargahda kəşfiyyata cavabdeh idi. Və demək olar ki, kəşfiyyat bölüyün hazırlığına rəhbərlik o eləyirdi. 93-cü indi mecbur olurum, getməliyəm. Çox çətin bir vəziyyət idi. Ona görə ki, artıq biz 3 ay düşmənin arxasına geçmiş, bir istiqamət Böyük Bəhmənli kəndi ətrafında, ikinci istiqamət Qaradiz Şükürbeyli yolunun üstündə və üçüncü istiqamət Qaradizin üstündə olan təpələri ələ keçirtmək idi. Yanvarın 4-də saat 8-dən Yağlıbənd kəndinin aşağı tərəfindən hərbi hissə var, sərhəd qoşunu. Hörmət göstərirdi. Həmişə mənə arxayın idi. Mənə belə arxayın idi ki, mən olmasam da aləm sənə əmanətdir. Həmişə də ondan yaxşı sözlər etmişəm. Bir döyüşçü kimi, bir insan kimi. Allah ona rəhmət eləsin. Kaş bizim millətin İlxan kimi oğulları çox olsun. Can qurban etmənin vaxtı çatıbsa, səndən hansı namərd əsirgə